Kriminalın, qadın alverinin geniş vüsət aldığı bu əyalətdə məsələni daha da kökündən anlamaq üçün maşınımıza yaxınlaşan Annanı birtəhər müsahibə almağa razı sala bildik. Təbii ki, qiymətdə razılaşandan sonra. Hey, nə çəkirsən orada? Biz turistik, şəhəri, binaları, bütün gözəllikləri çəkirik. Bəlkə sənə başqa gözəllikləri göstərim, hə? Sən o gözəllikləri burada göstərmək istəyirsən? Hə, burada. Sadəcə bir dənə qəhvə alacaqsan. Elə burada? Hə, harda istəyirsən? Bu biraz ayıb olmaz? O söhbətləri boş ver. Hə? Hə, Yaxşı, sənin adın nədir? Anna. Biz video çəkirik. Həyatın haqqında bir neçə sual versək cavablandıra bilərsən? Nə qədər verəcəksən? Yo, biz bazarda deyilik də. Bizə qiymət maraqlıdır. Qiyməti eşitmək istəyirəm. Video çəkmək üçün? Öpüşmək, qucaqlaşmaq, nə bilim neynəmək, heç nə istəmirik. Ancaq çəkiliş. Deməli, yalnız video. Bəli. $100 yaxşıdır. $100? 1000 şilling. 3000 yox ha. Danışdıq. Anna ilə söhbət eləmək üçün sakit bir küçəyə gəldik.